İlyas Əfəndiyev, Qəhrəman ilə Bülbülün nağılı. Oğlan 18-ci yaranı alandan sonra yıxıldı. Adamların müthiş bağırtıları, süngü cingiltiləri tamamilə eşidilməz olduqda, meşə dərin nəfəs alıb ağır sükuta daldı. Yabanı alma ağacının çəhrayı çiçəkləri arasından bir bülbül başını çıxardıb, ürkək nəzərlərlə ətrafı süzdü və birdən aşağıda, meşə otları arasında qan aparmış oğlanı görüb fəryad qopartdı. Bülbül yaralı bir qəlb kimi çırpınaraq oxuyur, oğlan yıxıldığı yerdə qımıldanmadan yatıb qalırdı. Onun al qanı parçalanmış köksündən axıb ətrafdakı ağ nərgiz güllərini qızardırdı. Bülbül bir an susub, meşənin sükutunu dinlədi və təkrar oğlana baxaraq eli fəğan qopartdı ki, yaralı titrəyərək göz qapaqlarını qaldırdı. Sonra əllərini yerə dirəyib azca dikəldi. Dumanlı gözlərini ətrafa gəzdirərək çiçəklər arasında oxuyan bülbülü gördü. Dodaqlarına solğun bir təbəssüm qondu. Nəzərləri ona dikilmiş bülbülün səsində riqqətli bir ney ağladı. O zaman oğlanın da gözlərindəki duman incə billur təbəqəsi kimi parladı. Bülbül səsini kəsərək, "Nə oldu oğlan?" dedi. "7 düşmən sinəsi parçaladın, 18 yara aldın, uf demədin. Bəs indi nədən gözlərin yaşardı?" Oğlanın baxışlarından ildırımlar qopdu. O yaralı pələng kimi iniltili bir ah çəkib, yenə də otların üstünə yıxıldı. Yoxsa o qız yadına düşdü. Bülbül yenə də dilə gəldi. Qəhrəman gözlərini yumub cavab vermədi. Bülbül qanadlarını çiçəklərə çırparaq yerindən qopdu və bir an çəkmədi ki, oğlanın üzünə kəpənək qanadı qədər xəfif bir gül düşdü. Oğlan bu qəribə gülün təmasından diksinib gözlərini açdı. Gül oğlana tanış göründü. Ona elə gəldi ki, bu hansı bir əziz xatirənin isə yadigarıdır. Güldən qalxan behuş edici ətir ona şirin bir yuxu gətirdi. Və bu yuxu yaxınlaşdıqca oğlanın üzünə röyalı, munis bir nur endi. Nəhayət oğlan qəribə bir yuxu gördü. Gördü ki, kəndlərinin üst tərəfindən axan çayın qırağında dayanmışdır. Hara isə tələsir. Lakin yerindən tərpənə bilmir. Birdən çayın gümüşü suyu içindən ağ paltarlı bir qız çıxıb ona yaxınlaşdı. Oğlan qızı tanıdı. Bu o idi. Qızın qucağı, saçları yabanı qızıl güllərlə dolu idi. O mələk kimi sakit, məsum bir üzlə oğlanın qarşısında dayanıb, "Haradasan əzizim?" dedi. "Mən nə zaman ki səni axtarıram." Oğlan yenə də yerindən tərpənməyə cəhd etdi və dedi, "Mən getməliyəm, tələsirəm." Qız onun əllərindən yapışaraq, "Yox" dedi, "Bu dəfə mən səni buraxmayacağam, sənsiz darıxıram." "Bu necə ola bilər?" deyə oğlan düşündü. Qız onun tərəddüd etdiyini görüb gülümsədi. Qucağındakı gülləri oğlanın üzünə səpdi. Oğlan üzünə dəyən güllərin raihədar, xəfif təmasından gözlərini yalnız bircə dəfə qırpıb açdığı zaman qızın durduğu yerdə ağ bir göyərçin gördü. Göyərçin qanadlarını çalaraq havaya qalxdı. Oğlan onu tutub saxlamaq istəyirmiş kimi əllərini qaldırdı və birdən bu əllər qartal qanadlarına çevrilib onun ağır vücudunu qəribə bir yüngüllüklə yerdən üzdü. Onlar getdikcə bir-birlərinə yaxınlaşıb nəhayət qoşalaşdılar. Sonra alov rəngli buludlardan keçərək göylərin sakit, mavi ənginliklərinə yol aldılar. Bülbül bütün gecəni oğlanın başı üstündəki budaqlar arasında oxudu. Səhər üfüqlər bahar şəfəqi ilə alışıb yandığı zaman yoldaşları gəlib qəhrəmanı tapdılar. Onun cansız çöhrəsini halələndirmiş nuru, üzünə düşmüş və hələ də solmamış o gülü görüb heyrətə gəldilər. Sonra həmin yerdə oğlanı dəfn edib getdilər. Gələn bahar o qərib məzardan yabanı bir qızıl gül qalxdı. Bülbül gəlib onun budaqlarında özünə yuva qurdu. İndi o vaxtdan bəri hər bahar o tək məzar üstündə bir bülbül oxuyur. Onun nəğmələri əzəli və qadir məhəbbətin bitmək bilməyən əfsanələrindən danışır. Son.